Birinci vitse-prezident Mehriban Əliyeva müqəddəs taxtaca Vatikana rəsmi səfərə gəlib. Oktyabrın 16-sında səfər çərçivəsində birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Komodila katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsinyor Pasquale Iacoboni, Mədəniyyət və müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Gianfranco Ravasi və Roma şəhərinin 8-ci bələdiyyəsinin prezidenti Amadeo Chakiri birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladılar. Vatikanın müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsinyor Pasquale Iacoboni, birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Pasquale Iacoboni Komodila katakombalarının açılışında iştirakına görə birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Gianfranco Ravasi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq Azərbaycana 3 dəfə səfər etdiyini diqqətə çatdırıb. Səfərlər çərçivəsində prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə dostluq ordeninə layiq görüldüyünü qeyd edib. Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva müqəddəs taxtaca növbəti səfərindən böyük şərəf hissi duyduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti bunun son 14 ildə Vatikana 6-cı səfəri olduğunu diqqətə çatdırıb. Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Bura hər gəlişimizdə bizim dostlarımızın sayı artır, deyə birinci vitse-prezident qeyd edib. Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib. Bugün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir. Birinci vitse-prezident həm Vatikanda, həm də Azərbaycanda bu layihələrdə əməyi olan şəxslərə dərin minnətdarlığını ifadə edərək bildirib. Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan yubiley ili münasibəti ilə hər birinizi təbrik edirəm. Fürsətdən istifadə edərək sizi Azərbaycana səfərə dəvət edirəm. Roma şəhərinin 8-ci bələdiyyəsinin prezidenti Amadeo Chakiri, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında çalışan insanlara burada görülmüş işlərə görə təşəkkürünü bildirib. Bu layihə üzərində bir neçə il çalışdığını deyən bələdiyyə prezidenti Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən müqəddəs Komodila katakombalarının açılışı olub. Qeyd edilib ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Komodila katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Bildirilib ki, katakombaların yerləşdiyi məkan 18-ci əsrdə aşkar olunub. İlkin tədqiqatlar 1900-cü ildən başlanıb.
Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisiya və Adauctus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa Peyğəmbərin həvari Pietroya cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub. Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib. Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda geniş miqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər müqəddəs taxtac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.